Salam uşaqlar. Salam. Hoş gördük. Ne geçək balalardır var. Bunlar yəqin mənim yolumu gözləyirlər, ha? Mən də bayaqdan sizin yolunuzu gözləyirəm. Ama durmuşam orada direktorla tanında. Bilə-bilə gələcək istiyorum. Gəlmişəm orada. Əyləş. Bak. Hörmətli qonaqlar. Hörmətli müəllimlər, əziz qonaqlar və sevimli dostlar. Bugün bizim üçün əlamətlər və unudulmaz bir gündür. Bizim sevdiyimiz yazıcı, uşaqların dostu olan Zahid Xəlil ilə görüşə toplanmışıq. Sizin yazdığınız əsərlər bizi güldürür, düşündürür və öyrədir. Sizin yazdığınız hekayələrdə, əsərlərdə biz doğruluğu, mərhəməti və vətən sevgisini öyrənirik. O qəhrəmanlar bizə çox yaxındır, çünki onlar da bizim kimi uşaqlardır. Zahid Xəlil Azərbaycan uşaq ədəbiyyatından ən çox sevilən yazıçılarından biridir. Zahid Xəlil 1942-ci il martın 20-sində Yevlax şəhərində anadan olmuşdur. O, orta təhsilini Mirzə Ələkbər Sabir adına olan Yevlax şəhərində 2 nömrəli məktəbdə almışdır. İlk şeirini 6-cı sinifdə olarkən yazmışdır. Artıq 10-cu sinifdə olarkən Vətənin adlı ilk mətbu şeiri çap edilmişdir. O, uşaqlar üçün bir-birindən maraqlı hekayə və şeirlər yazmışdır. Uçan çıraqlar, göy qurşağı, balaca qəhrəman, şirin nağıllar, Şəkərabad şəhərinin uşaqları, bizim kəndin nağılları kimi kitablar uşaqlar tərəfindən maraqla oxunur. Hörmətli Zahid müəllim, sizinlə görüşmək bizim üçün böyük sevincdir. Sizin yazdığınız əsərləri oxuyaraq biz kitabları daha çox sevməyə başlamışıq. Sizə söz veririk ki, bilikli və savadlı olacaq, daha çox kitab oxumağa çalışacaq. Sizə uzun ömür, can sağlığı və yeni əsərlər arzu edirik. Diqqətiniz üçün təşəkkürlər. Sağ olun. Hörmətli Zahid müəllim, biz də sizin üçün vətəni sevirik və sizin yazdığınız klasın şeirini demək istəyirik. Gözün aydın aylaçın, gözün aydın həkəri, bəzən geri dönmüşdür tarixində təkəri. 30 il əsir qaldı namərdlərin əlində, quşların oxumadı Azərbaycan dilində. Gedəndə yandırdılar, erməni kələydi. Yox, yanan evlər deyil, düşmənin ürəyidir. Onlar itirər kimi təbiət cilvələndi, göy beşələri oyandı, güləşdən dürələr. Dağ keçi tullandı, ən hündür qaylıqdan, tülkü çöl xorozunu martlayıb bayaqdan. Yerdə sığışmadı yatağına həkəri, minildi beləcədir hayqırtısı ləngəri. Qərb çəmənliyində dəvələslər qırçın kimi, evlərin dağ başına qonubdular çın kimi. Kürək zümzümə deyir, rəqs eləyir ağaclar, elə bil bir-birinə nəsə deyir ağaclar. Deyəsən məhəbbətdir, pəstdən zildən oxuyur, ona görə çəmənlər belə gözəl qoxuyur. Qızıl boğaz zirvəsi bir çələngə bənzəyir, sinəsində binərlər çərpələngə bənzəyir. Gözüm aydın gözəlim, gözəlliğim qayıtdı, o sıldırım dağları düzəlliği qayıtdı. Dəmiri yumruğun sevgisi, doğan günəş, açan səhər, onun təmiz səmasında qanat salır göyərçinlər. O sevgi bütün ölkəni nurlu sabaha daşır. O sevgi hərbə nifrət, sülhə məhəbbət yaşayır. O çevrilib liman olub Füzulidə uçaqlara. O sevgidən ilhamlanıb uç yaxına uzaqlara. Salam, mən bugün sizin məktəb yolları şeirimizi oxuyacağam. Dünyada əziz nə var, məktəb yolları kimi, açılır qarşımızda ana qolları kimi. Cığırlar boyunbağı, cığırlar sapı bənzər, uşaqlar vurulur kimi bu saplara düzülər. Baxın bizim məktəbə, dayanır dodaq kimi, bu daldan axıb gedir, cığırlar bulaq kimi. Dünyada əziz nə var, məktəb yolları kimi, açılır qarşımızda ana qolları kimi. Mən sizi Çınara bənzədirəm. Mən indi isə Ziya dostum ilə sizin Çınar şeirinizi söyləyəcəyəm. Çınar insan kimidir, beşbarmaq diyarpağı, kökü dərinə gedir, möhkəm tutur torpağı. Çınara bax uzaqdan, xatırladır düz fili, amma o gölgəsində sərinlədər 100 fili. 1000 ildən çox yaşayır, deyirlər bu çınarlar. Yardımcı.
Onların sinəsində əsrlərin sirri var. Analar oğullara çınar boynun deyirlər. Çınarla fərəhlənib oğulla öyünürlər. Mənim yurdumdan başqa hara da var? O çınar kimi oğullar, oğul kimi çınarlar. Mən sizi, biz 3-cü sinifdə olanda sizin dəvələr şeirinizi keçmişdik və mən sizin bu dəvələr şeirinizi çox bəyənirəm. Beli yəhər kimi, gözü fənər kimi, uzun ayaq dəvələr, yekə dodaq dəvələr, 5 gün acda gəzərlər, susuzluğa dözərlər. Ancaq incitsəm biraz, düz 7 il unutmaz. Beli yəhər dəvələr, gözü fənər dəvələr. Biz sizin Qan Təpər şeirimizi deyəcəyik. Kiçik günə bahana oxşayır bu Qan Təpər. İncə ləçəklərində hallı böcəklər gəzər. Onun rəngi sarıdır. Yaxın dostu arıdır. Bu çiçəyi qurudub çay dəmləyər nənələr. Deyərlər neçə dərdin dərmanıdır Qan Təpər. Yenə baxsa bağ ilə külək əlbə yaxadır. Çınarın əyni qalın, söyüdünçü yuxadır. Yarpaqlar gör çıxadır, çiminin əyni qalın, çimininki yuxadır. Külək əsdi bağçanı, kökündən silkələdi. Yarpaqlarda durmadı, küləyi şillələdi. Mən və dostum İlayda sizin Nərgiz şeirinizi söyləmək istəyirik. Buyurun. Qar yenə təbiətə, topla tüfənglə gəldi, qılıncını sıyırdı, qarla küləşlə gəldi. Qar üstə gülümsünə, Nərgizə bax Nərgizə, şiş kimi şölə çatsır, ləçəkləri təptəzə. Arabir külək vurub, tellərini əsdirir, günəşin köləsini ləçəyində gəzdirir. Bu şaxtaya bu elə dözməz Nərgiz dedilər. Elə buna görə də ona Nərgiz dedilər. Öpdülər, oxşadılar, Nərgiz dedilər. Axırda yorulub ona Nərgiz dedilər. Onun zərif ətini yayır ətrafa külək, qəlblərdə güzəni sanki vəclə gələrək. Çox sağ olun. Tələsmə uşaqlar. Yəni orada qızım dayan, orada tutaq ki bir lövhə var. Sən tələsik deyəndə uşaqlar heç o lövhəni görə bilmir. Ona görə də tələsməyin belə aramında. Salam, siz gördüyünüz üçün şadıq. Mənim adım Türkandır. Bu da mənim bacım Müjdan. Biz sizin Çiçək Qız şeirinizi söyləmək istəyirik. Bu qız sevir təzəcə, açılan hər çiçəyi, çiçəklər də çox sevir, bu al yanaq göyçəyi. Bir də gördüm başında çiçəkləri saç etdi, yumruladı, bəzədi, bir rəngbərəng tac etdi. Qızıl söğütlər kimi böyüdü, cilvələndi. Çiçəkli saçlarından ətrafa nur ələndi, musiqi çalınanda süzdü kəpənək kimi. O məktəbə yollandı, bir dəstə çiçək kimi. Məktəbin həyətində nə çox çiçək var imiş. Məktəbin həyəti böyük çəmənzar imiş. O çəmənzar, o çiçəklər sizsiniz də, bax, hamınız çiçəksiniz, burada bir topa. Mən sizin lovğa şeirimi istəmək istəyirəm. Bir uşaq lovğalandı, kükrədi, dalğalandı, qabartdı sinəsini, bərk çıxartdı səsini. Gördü pisli ədası, yoxdur bunun faydası, amma çıxdı sözündən, lovğa küstü özündən. İndi yaz fəsli. Bizim indi sevdiyimiz yaz fəslidir. Yazda çoxlu lalələr gedir. Mən indi sizin lalə şeirinizi söyləyəcəm. Baxmayıb çəməndəki dostlarının sözünə, lalə qara gecədən bir göz aldı özünə. Sonra qızıl günəşin paltarını geyindi. Bu qara gözlü qızı hamı sevdi, bəyəndi. Bizim səhnəciyimiz də var idi uşaqlar. Hörmətli Zahid müəllim, biz sizin kitablarınızı bir neçə aydır oxuyurduq. Şəkərabad şəhərinin uşaqları və bizim kəndimizin nağılları. İndi bizim uşaqlarımız Güllü Corab hekayəsini oxuyarıq. Səhnəcikdə göstərəcəklər. Lalənin qırmızı donu və albalı rəngində ayaqqabıları var idi. Bir gün anası ona qırmızı qara bir corab aldı. Bu corabın üstündə qırmızı lalələr çəkilmişdi. Əylullah tanıdaqsın ki, ətli çiçəkdir. Anası ona heyrətlə dedi. Mənim gözəl qızım, ağıllı qızım, indi məktəbə tam hazırsan. Lalə corablarını geyindi. Corabları tam ayağının ölçüsündə idi. Sonra
corablarını çıxardı, tərqi ilə qapıları şkafına qoydu. Bütün Lalə yenə qarşılığına təzə bir ailə götürdü. Bu ailənin Lalə boyda bir qızı var idi. Adı da Yasəmən idi. Yasəmənlə Lalə tez bir vaxtda dostlaşmışdılar. Yasəmən rəhbər kitablarını yerləşdirəndə Yasəmən bir kitab gördü. Lalə bir kitab gördü. Bu kitabı Yasəmənə verdi. Yasəmən, buyur. Bu hələlik qalsın stolun üstündə. Artıq bütün kitabları yığılmış dəftərə qoymuşdular. Lalə kitabı göstərib dedi. Yasəmən, bu qaldı. Mən onu sənə hədiyyə etmişəm. Çox sağ ol, Yasəmən. Lalə Yasəmənə kitabı verdi və onu öpüb qucaqladı. Artıq sentyabrın 14-də idi. Tətil gün məktəb açılırdı. Lalə yenə Yasəməngilə gəlmişdi. Yasəmənin keyfi yox idi. Yasəmən, nə olub? Niyə belə keyfin yoxdur? Heç nə, anam mənə hər şey alır, amma corab almaq yadından çıxıb. Köhnə corablarımı da zibilə atmışam. İndi bilmirəm nə edim. Deyəsən sabah məktəbə corabsız gedəcəm. Elə bu? Hə, elə bu. Lalə evinə getdi. Sonra anası qabları taqqıldadı. Mətbəxdə qabları taqqıldadırdı. Və tez qayıtdı Lalə. Ana, Yasəmənin sal məktəbi geyinəcəyi corab yoxdur. İstəyirəm ki, sən mənə aldığın corabları Yasəmənə verir. Bəs sən nə geyinəcəksən qızım? Ana, narahat olma, mənim evdə corablarım var. Lalə corablarını götürüb Yasəmənə verdi. Yasəmən, ala, bunları sənə hədiyyə edirəm. Lalə, mən bunu ala bilmərəm. Bəs sən nə edəcəksən? Narahat olma, mənim evdə corablarım var. Çox sağ ol, Lalə. Lalə Yasəmən corabı götürdü. Ayağına tam olmuşdu. Artıq qızların ikisi də məktəbə hazır idi. Yanaqları qıpqırmızı idi. Sanki corabın üstəki lalələr qızların yanağına yapışdırılmışdı. Sizdən istədik. Biz burada öyrəndik ki, əlaçıq olmağı və paylaşmağı bilməliyik. Dostlarımızla biz hər şeyi paylaşmalıyıq. Biz dostlarımıza diqqət göstərməliyik. Biz burada öyrəndik ki, dostlarımızla mehriban olmalıyıq. Sevgili qızım, sevgili xüsusi çıxışı var. Sağ ol, əvvəlki Zahid müəllim. Bugün bizim üçün çox dəyərli bir gündür. Çünki biz sizin kimi uşaq yazıcısı ilə görüşürük. Sizin yazdığınız əsərləri oxuyarkən biz çox şeyi öyrənirik. Sizin yazdığınız hekayələri və nağılları oxuyarkən biz dostluğun, dürüstlüyün və yaxşılığın nə qədər vacib olduğunu öyrənirik. Bu görüş mənim üçün daha da özəldir. Çünki siz mənim babam Zakir Sərdarov ilə dost olmuşsunuz. Onunla bir üniversitədə işləmişsiniz. Adı neydi? Zakir Sərdarov. Zakir Sərdarov. Hə, Zakir Sərdarın nəvəsisən ha sən? Hə, bax yaxşı. Siz ədəbiyyatçı Zakir Sərdarov isə tarixçi olub. Bu məni çox sevindirir və qürurlandırır. Sizə uzun ömür, can sağlığı və yeni maraqlı əsərlər arzu edirəm. Diqqətiniz üçün çox sağ olun. Sağ olun. Sağ olun. Bax, siz özünüzsünüz. Bax, bu sizsiniz. Hərəniz bir şeysiniz. Elə bir ki, sizin ürəyinizi verdiniz. Sağ olun. Sağ olun. İndi isə mənim sinif yoldaşlarım 9 nömrə futbolçu hekayəsini təqdim edəcəklər. Məktəbdə hamı Samir yaxşı futbolçu deyə tanıyardı. O da imanlar ki, hər maçında bir qol vurardı. Bir gün onun məktəbli növbətçi idi. O sinifləri yığılış edir, partaları düzəldirdi. Daha sonra onun komanda yoldaşları gəlib Samirə dedim. Samir oradan deyil, oğlum oradan deyil, buyur. Samir gəlsənə, sinifdən oxucal olmuşsan. Axı bugün bizim oyunumuz var. Sən olmasan biz qalib gələ bilmərik. Sən bizim qol kralımızsın. Mən bugün növbətçiyəm. Birinci sinifə yer yığış edim, sonra gələcəm. Deyə Samir cavab verdi. Daha sonra o stadiona doğru qaçmağa başladı. Oyun başlayanda Samirin yadına düşdü ki, o pəncərələri və qapıları bağlamayıb. Elə bil bütün dünya Samirin başına yıxıldı. Çünki onların hazırladıqları qəzetləri, əşyalar hamısı yerə düşüb sınacaqdı. Maçda heç Samir qol vura bilmirdi, amma rəqib ondan ikizə qol keçirmişdi. Azarkeşlərdən biri yüksək səslə qışqırdı. Samir, qapı iki mərtəbəli deyil, biraz aşağıdan vur.
deyə azarkeşlərdən biri qışqırdı. Daha sonra oyun bitdi və ertəsi gün hamı məktəbdə idi. Onlar məktəb görəndə daha da təəccübləndilər və qorxdular. Çünki onların bütün əşyaları, hazırladığı kağızlar və s. yerə düşüb zırılmışdı. Biz burada anladıq ki, əgər bir şey yanaşırsa, onu müəyyən etməliyik. Biz burada bir şey ediriksə tələsməməliyik. Biz bir işə məsuliyyətlə yanaşmalıyıq. Bizim uşaqların sizə sualları var. Sizin bütün əsərləriniz gözəldir. Bəs sizin ən çox xoşladığınız hansıdır? Bizim yazıçının bütün əsərləri onun üçün xoşdur, onun üçün yaxşıdır. Yəni onları yazıcı ata kimidir, ana kimidir. Yəni övladları heç birini bir-birindən seçmirlər. Düz deyil, ürəyində hardasa kiminsə tərəfindədir, amma mənim ən çox indi hələlik yəni sevdiyim kitab əsərlərin elə hamısını mən sevirəm. Amma bu saat görürəm ki, siz daha çox Şəkərabad şəhərini sevirsiniz. Ona görə mən də Şəkərabadı sevirəm. Siz nəyi sevirsəniz, mən də onu sevirəm. Əgər sizin dünyanız şeir olsaydı, onun adı nə olardı? Onun adı olardı Zahid Xəlil şeiri. Uşaqların dünyasına daxil olmaq üçün istifadə etdiyiniz gizli bir sehirli açarınız varmı? O seyirdə şər məndədir də, göstərin. O göstərmərəm. Çama sən də suallardı. Soraq, Sahid xanım, mən adım Kənan Kərimovdur. Bu da İsa mənim babamdır. Mən də iki dənə sual hazırlamışam, bunları da sizə deyəcəm. Birinci, siz uşaqlardan ilham alsınız, yoxsa öz uşaqlıqla xatırlayırsınız? Mən uşaqlardan nəinki ilham alıram, mən uşaqları sevirəm, hamısını sevirəm. Tanımadığım uşaqları da sevirəm, küçədə gedənləri də sevirəm. İnsandır da, insanın dünyada ən gözəl varlıq insandır. Yəni, bütün varlıqlar yaxşıdır, hətta heyvanlar da yaxşıdır. Görürsən, siz evdə pişik saxlayırsınız, it saxlayırsınız, mən də varırsınız. Elə adam var ki, ayı saxlayır. Onlar da yaxşıdır, amma onların ən kamili insandır. İnsan düşünə bilir, insan yarada bilir. Burada bir fərq var ki, məsələn, yazıcı ilə adi insanın arasında bir fərq var. Yazıcıda Allah xüsusiyyəti var. Yəni, Allah da yarada bildiği kimi, yazıcı da özündən şeylər yaradır. Yəni, o hardasa özünü Allah'a oxşadır. Və ona görə də o bütün insanları sevir. O cümlədən sizi hamınızı sevirəm. Çox sağ olun. Sağ olun. Siz ən sevimli yazıcısınız. Əsərlərinizi maraqlı və sizin ən sevdiyiniz yazıcı kimdir? Ən sevdiyiniz yazıcı. Hə? Sizin ən sevdiyiniz yazıcı. Mənim ən sevdiyim yazıcı çoxdur dünyada. Amma ən çox sevdiyim Can Niradar. Can Niradar bəlkə də dünyanın o bir yazıcılarından balacadır, amma mən onu çox sevirəm. Çünki bizim yaradıcılığımızda nəsə ortaq şeylər də var, mən onu da hiss edirəm. Amma dünyada yazıcılar çoxdur, mən istəyərdim ki, onların hamısını oxuyasınız. Xüsusilə Skandinaviya ölkələrində gözəl yazıcılarımız var, Hans Christian Andersen, sonra deməli Astrid Lindgren. Bunlar dünyanın nəhəng yazıcılarıdır. Bu cür yazıcılar, belə baxırsan uşaqlar, bax dünyada o qədər də böyük çox yazıcı yoxdur. Uşaq yazıcı, yaxşısını deyirəm, mən o gün çıxışımda da dedim. Yaxşı yazıcı azdır. Onlar 5-6 nəfərdirsə, o 5-6 nəfərin hamısını tapıb oxumaq lazımdır. Böyüdükcə oxuyarsınız inşallah. Bir şey deyim sizə ki, kitab oxumaqdan sizə ziyan gəlmir. Nə qədər imkanınız var, kitab oxuyun. Siz kitab oxuyanda daha böyük insan olursunuz, daha geniş düşüncəli adamlar olursunuz. Siz kitab oxuyanda yaxşı ilə pisi hamıdan yaxşı seçə bilirsiniz. Ona görə də kitab oxumaq istəməslər ki. Sağ olun. Bəs siz heç real həyatda hansı kitabınızdakı bir obrazla qarşılaşmışsınız?
Real həyatda hansısa obrazınızla qarşılaşmısınız? Elə bunlarla hər gün qarşılaşıram da. Bax, indi sizlə qarşılaşıram, düzdürmü? Siz elə güman edirsiniz ki, siz mənim yazdığımı soruyorsunuz. Yox. Mən artıq bax səni gözü eynəkli qız, hündür qız. Artıq yadımda qaldı ki, belə bir qız var və mən bu qızı öz obrazlarımın birini çevirir. İnşallah. Bir də böyüyəndə bir kitab oxuyacaqsa görürsən, aha bu mənəm ki. Siz yenə də bir peşə seçmiş olsaydınız, yenə də şairlik mi seçərdiniz? Bir şey seçsəydiniz, əgər yenə də şair olmağı seçərdiniz, yazıcı olmağı seçərdiniz? Əlbəttə, əlbəttə. Ümumiyyətlə, uşaqlar, mən yazıcı olmağım bəlkə də təsadüf oldu. Mən riyaziyyatçı olmalıydım. Mən riyaziyyatı çox sevirdim. Bax, indi bu günlərdə bir kitabım çıxacaq. Allah qoysa 5-6 günə, 10 günə yəqin çıxacaq. Onun adı Üçbucaq ölkənin adamlarıdır. Üçbucaq ölkənin. Və mən orada o riyazi terminləri, yəni həndəsi fiqurları istəmişəm sizə hamısını öyrədəndən. Üçbucaq nədir, dördbucaq nədir, altıbucaq nədir, bucaq nədir, ümumiyyətlə. Bax, yəni o mənim riyaziyyatçılığımdan bəlkə də hardasa irəliyədir. Amma çox təəssüf ki, mən riyaziyyətin arxasıca getmədim. Məni poeziya daha çox çəkdi. Poeziyanın görünür ki, sehri çoxdur. Ona görə də mən onun arxasıca gəldim və peşman deyiləm əlbəttə. Siz sadəcə niyə uşaqlar üçün kitab yazırsınız? Mən sadəcə uşaqlar üçün yazmıram. Mən böyüklər üçün yazmışam vaxtilə. Özüm də istəyirdim ki, Səməd Vurğun olam. Sonra fikirləşdim ki, Səməd Vurğun ola bilmədim, bəlkə Rəsul Rza olum. Onu da ola bilmədim. Yavaş-yavaş başladım uşaqlar üçün yazmağa və belədir də uşaqlar. 1967-ci ildə mən universitetin birinci icadı qutardım, birinci il idi. Amma artıq məni şair kimi tanıyırdılar ölkədə. Və bir nəşriyyat bizim 17 nəfər yazıçının kitabını götürdü ki, sizin kitablarınızı çap edəcəyik. Mən çıxdım, getdim rayonda işləməyə. Qayıdıb gələndə gördüm ki, 16 adamın kitabı çıxıb böyüklər üçün. Mənim kitabım çıxmır. Ayına ayrılıb ki, məsələn, o vaxt mənim yadımdadır ki, ana haqqında şeir yazdım. Ana neçə gündür görünür, bir neçə gün, ayrıla bilmirəm düşüncələrdən, titrək əllərinə söz demək üçün, söz üstə sübhəcə titrəyirəm mən. Bir qollu bucaqlı cavan olmuşam, səni sevindirir bu halım mənim, amma gec gələndə evi bir axşam, deyirsən, haradadır uşağım mən? Eşqim ürəyimdən sindən deyil, söylə ki, bağlamaz məhəbbət sənə, o ağ saçlarına baxışım, elə bir gümüş tac bəxş edib təbiət sənə. Bu artıq böyüklər üçün yazdığım şeirlərdir və qəşəng şeirlərdir. Sevgi şeirlərim var idi. Amma onu çap eləmədilər, mən də demək, İlyas Tapdıq adında bir şairimiz var, gözəl uşaq şairi idi. Bəlkə də bu məktəbə gəlibdir o. İndi ölüb çoxdan rəhmətə gedib. O mənə dedi ki, orada nəşriyyatda işləyirdi. Dedi ki, Zahid, sən gözəl uşaq şairisin. Mən sənin bir çəmən şeirini oxumuşam, sən gözəl yazın, sən elə uşaqlar üçün yaz. Və o dedi, mən də yazdım, ondan sonra uşaq yazısı oldu. İndi səncə mən uşaq yazısı düz eləmişəm olmuşam, yoxsa gedim böyük olmuş. İstəyirsən sabahdan başlayayım böyük şeylərə. Hə? Hansı yaxşıdır? Bax, düzündür. Uşaq kitabları yazmağınız yaxşı. Bəli, uşaqlar üçün yazmaq daha yaxşı. Çünki uşaqlar çox mehribandır. Çünki uşaqlar hələ təmizdir, tərtəmizdir. Böyüklərin isə, bilmirəm, hələ təmiz olur. Biraz böyükləndə. Çox sağ olun. Sağ olun. Siz Bağdaddakı ilk dostunuzu xatırlayırsınız. İlk nəyimi? İlk dostunuzu xatırlayırsınız. Dostumu necə xatırlamaq, yaxşı xatırlayır. Dostları yaddan çıxartmaq olması intihası sonra həyat gedir, dostlar dəyişir. Məsələn, orta məktəbdə biri ilə dost olursun, sonra gəlirsən ali məktəbdə artıq başqa biri ilə dost olursan, sonra iş yerinə gedirsən, orada bir yeni dostlar çıxır. Yəni dostlar dəyişir, amma o ilk dost ki var, o yaddan çıxmır. Bəzən onlar biz görüşəndə, o dostlarla görüşəndə, indi onların çox həyatda yoxdur. O görüşəndə elə bir-birimizi qucaqlayırıq ki, elə daha ayrıla bilməyəcək. Yəni belə dostluq yaxşıydı uşaqlar, dost olun. Hamımız dost olun. Suallarını tutarız. Mən də Zahid müəllim sizə çox təşəkkür edirik. 4 ay sevdirin şagirdləri adından bu qiymətli, dəyərli vaxtınızı bizim üçün ayırdınız. Uşaqlar bir ayda demək olar ki, mütaliə
edirlər sizin kitablarınızı, müəllif gününə hazırlaşırlar. Ümid edirəm çox bəyəndiniz, çox həvəslə, çox sevgi ilə bu görüşə gəliblər. Çox sağ olun. Çox təşəkkür edirəm 4 ASEV şagirdləri adından sizə. Bizim dərsliklərimizdə sizin şeirlərinizi, hekayələrinizi çox sevə-sevə həm öyrənirik, həm öyrədirik əziz uşaqlarımıza. Çox təşəkkür edirəm sizə. Uzun ömür, can sağlığı arzulayıram. Və xahiş edirəm ki, Tural müəllim, məktəbimizin direktoru da ürək sözlərini desin. Hörmətli Zahid müəllim, əziz şagirdlər, hörmətli qonaqlar, hər birinizi salamlayırıq. Burada çox bir xoş Bəli, Zahid müəllimlə mən artıq 2-ci məktəbdəki görüşürəm və 3 ildir məktəbin 6 sınıf şagirdləri dəvət etmişlər. Bugün isə məktəb lisey kompleksinin 4-cü ASEV şagirdləri sizlə bu görüşümüz reallaşırdı. Bu görüşün reallaşmanın əmək keçən, hər kəsə minnətdarlıq və təşəkkürümüzü bildiririk. Zahid müəllimin əsərləri çox rəngarəngdir. Müxtəlif parçalar sizlər tərəfindən səsləndirildi. Oradan da göründü ki, Zahid müəllim həqiqətən uşaqların, şagirdlərin qəlbindədir. Onun yazdığı əsərlər axarlıdır, tərbiyəvidir və dünya görüşlərinin formalaşmasında əsasdır. Ümumiyyətlə, bu görüşlər ədiblərlə, ictimai-siyasi xadimlərlə, Azərbaycanın dövlətçilik tarixində, mədəniyyət tarixində xidməti olan hər bir kəsin şagirdlərin canlı görüşü onların şəxsiyyət kimi formalaşmasında önəmlidir. Tərbiyəvi əhəmiyyət daşıyır, milli vətənpərvərlik ruhunun yüksəldilməsində, onun aşılanmasında, şəxsiyyət kimi formalaşmasında əsas faktorlardan biridir. Bizim də tədbirlər planına uyğun olaraq məktəbimizdə belə görüşlər təşkil edilməkdə və bundan sonra da ediləcəkdir. Zahid müəllim həm yazısı kimi, həm də pedaqoq uzun müddət müəllim kimi fəaliyyət göstəribdir və çoxlu onun yetirmələri, tələbələri var. Eyni zamanda Zahid müəllim həmçinin tərcüməçi kimi də fəaliyyət göstərib, neçə əsərlər tərcümə etdi. Bu da bizim mədəniyyət tariximizdə, ümumiyyətlə bu kimi dövlətçilik tariximizdə xidməti olan şəxslərdəndir. Zahid müəllim, bugün bir əziyyət çəkib gəlibsiniz, zəhmət çəkib gəlibsiniz. Sizə çox sağ olun deyirik. Minnətdarlığımızı bildiririk ki, həqiqətən bizim şagirdlərlə görüşdünüz. Bizim şagirdlərin suallarını, onların düşüncələrini dinlədiniz, cavablandırdınız. Sizə möhkəm can sağlığı. Sağ ol, çox sağ ol, təşəkkür ederim. Sağ olun. Mən də öz növbəmdə xoş gəldin deyirəm Zahid müəllimə. Zahid müəllim mənim həyatımda bir xüsusi rolu var. Çünki bugün şagirdlərə nə qədər sevgi dolu yanaşıramsa, bugün nitqim bu qədər axıcıdırsa, onun çox hissəsi sizin payınıza düşür. Sizin yazdığınız şeirlər, yazdığınız əsərlər və mən çox xoşbəxtəm ki, hətta tələbə vaxtında sizlə görüşmüşəm. Siz ümumiyyətlə o Can Miradəri mənim o vaxtda sizin məsləhət gördüyünüz yazıçılardandır ki, oxuyaraq həm sevgi qazanmağı bacarmışam, həm sevgi ötürməyi bacarmışam. Bəlkə də onlar çox körpədirlər və oxuyacaqları kitabın həyatlarında hansı izlər qoyacağını bir o qədər də dərk eləmirlər və nitqlərinə nə qədər təsir edəcəklərini dərk eləmirlər. Bizim bütün günü aşıladığımız bir əsas meyər var ki, mütaliə eləmək və bu da sizin kimi keyfiyyətli yazıçıların sayəsində mümkündür. Bu keyfiyyət sözü illərdir dilimdədir. Nəyə görə? Çünki düşünürəm ki, hər şeyin keyfiyyət təkcə əşyaya aid olan bir şey olmamalıdır, insana aid olmalıdır. Ömrünüz uzun olsun, yaradıcı olsun. Bizim övladlarımız, nəvələrimiz, ondan sonraki gələn nəsillərə verəcəyiniz töhfə üçün dərin təşəkkürümü bildirirəm. Sizə çox sağ olun, var olasınız. Bizim 4 ASEV şagirdləri sizə gözəl bir özəl hədiyyə hazırlayıblar. Düşündük ki, Yazan da mı var? Bəli. Çünki çox qələmlər verib mənə yazmıyor.
İmzalayarsınız Yəni kitablardan yazısı üçün uşaqlar qələmdən yaxşı, kitabdan yaxşı hədiyyə ola bilməz. Ona görə də mən çox təşəkkür edirəm sizə. Bu qələmi elə saxlayacağam ki, heç kəs heç nə yazmasın, bircə mən yazdım. O bir söz var, uşaqlar, bir tamaşa var. Deyir ki, o lotereyam deyir, mənim lotereyama düşsün. Mən qaynanama yox, öz anama ana deyəcəm. Yazmışlar mı? Çok sağ olun, çok qəşəng hədiyyəniz, təşəkkür edirəm. Bunlar Aliyah da burada əziz Benim bunu da yoxlayın yensə. Yazıqsa zarafat edirəm, hə? Necə? Bunun ucunda qəşəng yazır, amma bu saxla bizə lazım.
adını